Günü bugün də ölkənin hər yanında, hətta İslam dünyasını və dünyanın hər bir tərəfindən mədəniyyət əlaməti kimi qəbul edilən gənc və yaşlıların da oynadığı rəqs növü olan tans, Osmanlı Sultanı Sultan Süleyman Qanuni dönəmində ilk dəfə Fransada ortaya çıxmışdı. O illərdə də Osmanlı İmperatorluğunun sərhədləri Avropanın içərilərinə doğru uzanaraq düz Fransa sərhədlərinə kimi gedib çatmışdı. Tansın Fransada oynanıldığını eşidən Sultan Süleyman Fransa kralı Fransuaya hədəd olub bir məktub göndərir. Türkiyəli yazar Necdet Bayraqdaroğlu'nun araşdırmalarından əldə etdiyimiz həmin məktubda deyilir: Mən 48 krallığın xaqanı Sultan Süleyman xanım. Səfirimdən aldığım xəbərə görə, məmləkətinizdə rəqs adı altında qadın kişi bir-birinə sarılaraq hər kəsin gözü önündə faydasız işlərlə məşğul olur. Bu biabırsılıq ölkəmə keçməmiş, məktubu alan kimi buna dərhal son verməyini tələb edirəm. Əgər buna əməl olunmasa, şəxsən ordumla gəlib buna son qoyacağım. Sultan Süleymanın bu məktubundan sonra Fransada bu rəqs növü 100 il qadağan edilir.